Mu'tezilənin etiqadına əsasən insan öz evində, öz yatağında ölsə, öz əzəli ilə ölür. Amma kimsə tərəfindən öldürülsə, öz əzəli ilə ölmür. Yəni, sanki Mu'tezilənin etiqadına görə insanın neçə əcəli var? 2 əcəli. Məsələn, tutalım, Allah Azza və Cəllə Mu'tezilə belə etiqad edir. Mu'tezilə məzhəbində əcəl məfhumu budur. Xüsusən Bağdadlı Mu'tezilələrdə belədir. Onlar deyirlər ki, məsələn, Allah Azza və Cəllə bir insan üçün əcəl təyin edib ki, bu bəndə filan kəs 90 il yaşayacaq. 90 il. Deməli, bunun əcəli neçə ildir? Ömrü 90 il. Gəldi 60 yaşında kimsə bunu öldürdü. Mu'tezilə etiqad edir ki, əgər həmin qatil onu 60 yaşında öldürməsəydi, o ondan sonra 30 ildə yaşayacaqdı. 90 yaşına can. Aydın oldu. Sanki 2 əcəl var. Bu əslində bizim örfümüzdə də var. Bizdə cəmaat bunu ifadə olaraq istifadə edir. Bəzən ola bilsin, biz də istifadə edirik. Məsələn, deyirik ki, filan kəs öz əcəli ilə öldü. Yəni nə? Yəni xəstələndi, evində, yatağında öldü. Başa düşmədim. Filan kəsi kimsə öldürəndə o öz əcəli ilə ölmür. Bizdə var bu, yoxsam yoxdur. Var. Bu Mu'tezilə əqidəsidir. Bizdə cəmaat içərisində bəzi şeylər var, özləri də bilmədən, məsələn, deyir ki, qəlbim təmiz oldu, bəs edir. Bu nədir? Murciə əqidəsi. Aydındır. Məsələn, bütün gün oturur, hakimiyyətdən danışır. Bu nədir? Xavariz əqidəsi. Amma bilmir. Və ya deyir ki, məsələn, filan kəs öz əcəli ilə öldü, filan kəs öz əcəli ilə ölmədi. Yəni, filan kəs öz əcəli ilə öldü, yəni yataqda, evində. Amma o kəs ki, onu maşın vurdu, ya kimsə öldürdü, o sanki öz əcəli ilə ölməyib. Bu Mu'tezilə əqidəsidir. Mu'tezilə belə etiqad edir. Yəni, sanki Mu'tezilə nə deyir? Sanki Mu'tezilə deyir ki, bir bəndənin, bir insanın əlindədir. Kiminsə əcəlini təxirə salsın və önə çəksin. Yəni, sanki qatilin əlindədir. Qatil onu öldürməsə, bayaq ki, çəkdiyi misal üzərindən, hələ 30 ildə yaşayacaqdır. Yox, qatil gəldi, onu öldürdü, nə oldu? 30 il ömrünü kəsdi. Çünki əcəldə onun üçün 90 il yazılmışdı. Bu, onu 60 yaşında öldürdü. Mu'tezilə belə etiqad edir. Yəni, sanki etiqad edir ki, o bəndənin əcəli kimin əlindədir? O qatilin. Onu gecikdirmək və ya tezləşdirmək. Və bu da Allah Azza və Cəllənin bayaq qeyd elədiyimiz kəlamına, o Əraf surəsi 34-cü ayə müxalifdir. فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ Onların əcəl vaxtı gəldi mi, nə bir saat gecikərlər, nə də tələsərlər. Əcəl vaxtı gəldi, elə gəldiyi vaxtda da baş verər, hasil olar.